Salamlar, vaxtınız xeyir olsun. Biz bugün 8-ci coğrafya kitabından bölmə 1 ümumiləşdirici tapşırıqlar izahına baxacağıq. Birinci tapşırıqda deyir ki, fiziki coğrafyanın sahələrini müəyyənləşdirin. Fiziki coğrafya bildik ki, ənənəvi və yeni sahələrə bölünür. Biz ənənəviləri test variantlardan çıxıb yeni sahələri tapacağıq. Birinci A variantına baxaq. Bir də deyir ki, yerşünaslıq, bitki coğrafiyası hər ikisi fiziki coğrafyanın ənənəvi sahəsinə aiddir. Ona görə A bəndi səhvdir. Sonra riyazi coğrafya fiziki coğrafyanın yeni sahəsinə aid olsa da, hidrologiya fiziki coğrafyanın ənənəvi sahəsinə aiddir. Ona görə B bəndi səhvdir. Baxaq, coğrafi informasiya sistemləri və riyazi coğrafya, bəli, hər ikisi fiziki coğrafyanın yeni sahələrinə aiddir. Düzgün cavabımız burada C bəndi. Burada bir istinamız var. Coğrafi informasiya sistemləri, yəni CIS həm iqtisadi coğrafyanın, həm də fiziki coğrafyanın yeni sahələrinə aid edilir. D bəndinə baxaq, iqlimşünaslıq və tropikal coğrafiyası hər ikisi aiddir. Dedik ki, ənənəvi sahəyə ona görə dedi olmayacaq. Okeanologiya ənənəvi aid olacaq. Ona görə Y bəndi səhvdir. Düzgün cavabımız burada C bəndi. Coğrafi informasiya sistemi və riyazi coğrafya. İkinci tapşırığa baxaq. Azərbaycanda coğrafiya elminin inkişafına aid xüsusiyyətləri müəyyən edin. Gəlin müəyyən edək. Birincidə deyir, Hacı Zeynal Şirvanın 19-cu əsr məşhur coğrafi səyyahlarındandır. Bəli, bu doğrudur. Biri götürəcəyik. Sumqayıt və Mingəçevir şəhərləri ölkənin əsas elm mərkəzlərindəndir. Sumqayıt və Mingəçevir şəhərləri şəhər olsa da, yəni əsas elm mərkəzlərindən biri deyil. Əsas elm mərkəzlərimizdən biri dedik ki, biri Bakıdır, sonra Gəncədir, Sumqayıtdır. Lakin Mingəçevir əsas elm mərkəzlərindən biri deyil. Ona görə 2 səhvdir. Daha sonra baxaq. Üçüncü test biraz istisnalı təşkil eləyir. 19-cu əsrdə Abbaslı Bakıxanov və Həsən Bərzəli David coğrafiya əsərləri yazmışdır. Burada Abbaslı Ağa Bakıxanov coğrafiya dair əsərlər yazıb. 3 əsərini tanıyırıq biz. Bunlardan biri Gülüstan İrəm əsəri, sonra Kainatın sirləri və Qəribə kəşflər əsərləridir. Lakin Həsən Bərzəli David coğrafiyaçı olmuyor. Lakin onun əsərlərindən, yəni digər sahədə yazdığı əsərlərin daxilindən götürülmüş məlumatlar əsasında coğrafiyadan istifadə olunub, yəni Azərbaycan təbiəti haqqında məlumatlar əldə olunmuşdur. Ona görə biraz 3-ü götürə bilərik. Bu biraz istisnalıq təşkil eləyir. Daha sonra Baharlının Azərbaycan kitabı 19-cu əsrin elmi əsərlərinə aiddir. 19-cu əsr 21-ci əsrə aiddir. Yəni 1921-ci ildə Azərbaycan əsər nəşr olunmuşdur. Ona görə 4 səhvdir. Daha sonra müasir dövrdə landşaftşünaslıq, turizm, ekoloji coğrafiya sahələri tədqiqatlar genişlənmişdir. Bəli, bu doğrudur. 5 də götürürük. Azərbaycan coğrafiyçıları dərsindən siz orada görə bilərsiniz bu məlumatları. Burada oldu bizdə 2 də düzgün cavabımız oldu 1, 3, 5. Düzgün cavab burada oldu 1, 3, 5. Daha sonra isə baxaq, göstərilən obyektlər ərazi təşkil edən elm sahələri müvafiq olaraq müəyyən edin. Baxın, bizə yazıb coğrafi informasiya sistemləri, ekoloji coğrafiya və siyasi coğrafiya. Yəni, coğrafi informasiya sistemlərinə aid olan məlumatı götürək. Biri aid olacaq A. Daha sonra, baxın, yer kürəsidir. Yəni, kosmosda çəkilən bir şəkildir. Sonra ikinci olacaq bizdə yol haqqında deyəsə məlumat verib burada bizə bərk edilmiş zolaq, ümumi tənzimləmə zolağı. Yəni, bu da coğrafi informasiya sistemləri vasitəsilə yaradılan bir vizual əks etdirir. Ona görə 1-ə də B gedəcək. A, B. 2-yə gedəcək. Ekoloji coğrafiyaya baxaq. Ekoloji coğrafiyada bilir ki, ətraf mühitin mühafizəsinə bəhs olur. Ona görə C və Y 2-yə gedəcək. C və Y. Sonra baxaq. Siyasi coğrafiyaya gedəcək. Burada siyasi xəritə görürük və seçkilər görürük. D və F siyasi coğrafiyaya gedəcək. Düzgün cavabımız oldu burada. 1-ə getdi A, B, 2-yə getdi C, 3-ə getdi D, F. Üçüncü tapşırığın cavabı bu oldu. Sonra 4-ə baxaq. Göstərilənlər hansı iqtisadi coğrafiyanın sahələrinə aid etmək olar? Dedik ki, iqtisadi coğrafiyada fiziki coğrafiya kimi ənənəvi və yeni sahələrə bölünür. Biz buradan ənənəviləri çıxıb yeni sahələri tapacağıq. Baxın, kənd təsərrüfatı coğrafiyası ənənəvidir. Bir də sənaye coğrafiyası ənənəvidir. Qalanları olacaq bizdə nə? Yeni sahə, siyasi coğrafiya, tibbi coğrafiya, şəhər coğrafiyası. Düzgün cavabımız burada olacaq 2, 3, 5. Daha sonra
19-cu əsrdə Afrikada aparılan tədqiqatlar zamanı öyrənilən coğrafi obyektlərə ayrı və onları kontrxəritədə köçürün. Baxın, 19-cu əsrdə Livingstonun və Steininin fəaliyyətləri ön plana çıxır. Burada Viktoriya şəlaləsidir. Viktoriya gölünü daha doğrusu öyrənmişdi. Daha sonra Livingston şəlaləsi öz adını vermişdi şəlaləyə. Sonra Kongo çayını, sonra Tanganika və Nyasa göllərini öyrənmişdi. Hansılar oldu? 2, 4, 6, 8, 9. Bunları tapıb kontur xəritədə qeyd edərsiniz. Həmçinin coğrafi biliklərinizi möhkəmləndirmə məqsədi ilə burada bütün verilən coğrafi obyektləri kontur xəritədə köçürün. Həmçinin Nil çayı vadisini, Viktoriya gölü, Cəbəltarıq boğazı, Livingston şəlaləsi, Somali yarımadası, Kongo çayı, Çad gölü, Tanganik və Nyasa gölünü böyük səhəranda kontur xəritədə qeyd etməyinizi istəyirəm. 6-cı tapşırığa baxaq. Rekreasiya coğrafiyası öyrəndiyi sahələrə aid etmək olar. Rekreasiya bilirik ki, turizm coğrafiyasına aiddir. Yəni biz insan sağlamlığını, insanların istirahətini öyrənən bir elm sahəsidir. Baxaq, sahil boyu ərazilərin mənimsənilməsi, əkinlərinin artırılmasıdır. Xeyr, bu deyil, yəni bir deyil. Əkinlərin artırılmasını öyrənən elm sahəsi kənd təsərrüfatı coğrafiyasıdır. Ona görə bir səhvdir. Sonra mineral bulaqlar əsasında istirahət müalicə mərkəzləri yaradılması, bəli, bu doğrudur. Dedi, insan sağlamlığı üçün fəaliyyət göstərir, 2 doğrudur. Sonra şəhər və kəndlər arasında miqrasiya əlaqələrinin genişlənməsi, bu 3 səhvdir. Daha sonra şəhər ətrafı və sahil zonalında istirahət turizm məqsədilə istifadə edilməsi. Görür ki, turizm sözü gördüksə götürə bilərik. Baxın, turizm sözü götürürük, ona görə götürürük 4. Sonra əlverişli iqlim şəraitində istirahət yerləri təşkili. Baxın, istirahət yerləri sözünü görürük, ona görə götürməliyik 5. Rekreasiya coğrafiyasını belə yadda saxlayın. Əgər istirahət sözü görürsünüzsə, turizm sözü görürsünüzsə, burada biz rekreasiya coğrafiyasına aid eləmək olar. Yəni, mineral bizdə oldu, 2-də oldu, mineral bulaqlar əsasında istirahət müalicə mərkəzləri yaradılması. Daha sonra 4-ü götürdük. Şəhər ətrafı və sahil zonalarının istirahət turizm məqsədi istifadəsi. 5-i götürdük. Əlverişli iqlim şəraitində istirahət yerlərinin təşkili. Sonra 7-ci tapşırığa baxaq. 7-ci tapşırıqda bizdə deyir ki, yeni ərazi öyrənməsində və coğrafi elmi inkişafı sahəsində verilən hadisə xronoloji ardıcılığa düzün. Gəlin baxaq. Birinci bizə deyir ki, James Cook'un dünya səyahəti. Biz bilirik ki, James Cook'un dünya səyahəti 1769-cu illəri əhatə eləyir. Daha sonra Alexander Humboldt'un Cənubi Amerikaya səyahəti. Bu bizdə olacaq 1799-cu il, 1804-cü illəri əhatə eləyəcək. Sonra Livingston və Steininin Afrikada tədqiqatları. Bu bizdə olacaq 1849-cu il, 1849-1873-cü ilə aid eləyəcək. Mən qısa yazıram burada. Sonra Mercator'un atlasının nəşr olunması 1512-1594-cü illəri əhatə eləyir. 1594. Sonra Lomonosov iqtisad coğrafiya terminin elmə gətirməsi 1760-cı ildə əhatə eləyir. İndi bundan xronoloji ardıcılığa düzək. Birinci hansı gələcək? Birinci təbii ki, Mercator'un atlasının nəşr olunması 1512-1594-cü il. Birinci 4 gələcək. Daha sonra baxaq. Görək bizdə hansı gələcək? Bizdə gələcək Lomonosovun iqtisadi coğrafiya terminin elmə gətirməsi 1760-cı il 5. Daha sonra gəldi bizdə. Görək hansı gələcək? James Cook'un dünya səyahəti gələcək bizdə 1768-1779-cu il 1. Sonra baxaq görək hansı gələcək. Alexander Humboldt'un Cənubi Amerika səyahəti 1799-1804-cü il 2. Və sonunda da gələcək bizdə David Livingstone və Steininin Afrikada tədqiqatları 1849-1873-cü il 3-də axıra gedəcək. Bizdə oldu düzgün cavab. Birinci gəldi Mercator'un atlasının kəşf olunması, sonra gəldi Lomonosov iqtisadi coğrafiya termini elmə gətirməsi, James Cook'un dünya səyahəti, sonra 3 dəfə dünya səyahət edib James Cook, sonra gəldi bizdə
2 olacaq. Aleksandr Boldu Cənubi Amerikaya səyahəti. Sonra sonuncu da oldu bizdə Livingstone və Sterling Afrikada tədqiqatları. Bizdə oldu düzgün cavab 4, 5, 1, 2, 3. Sonra 8-ci test tapşırığına baxaq. Burada bizdə deyir ki, Azərbaycan adları verilən alimen coğrafiya sahəsində inkişafları və xidmətləri olmuşdu. Bunları müəyyən edin. Bizdə Budaqov, Hacızadə, Şıxlinski, Qasımgül verilir. Bizlər bunlardan uyğunlaşdırmağımızı istəyir. Uyğunlaşdıraq, baxaq. Baxın, Budaqova gedəcək. Azərbaycan geomorfologiya və landşafşünaslıq. Birə gedəcək D. Sonra Hacızadə gedəcək bizdə. Baxaq görə Hacızadəyə bizdə getməlidir. Azərbaycan iqtisadi coğrafiyası 2A gedəcək. Şıxlinskiyə gedəcək iqlimşünaslıq 3-ə B. Sonra Qasımgülə gedəcək Xəzər dənizi 4-ə D. Və Rüstəmova gedəcək Azərbaycan çayları, yəni hidrologiya gedəcək 5-ə də Y. 1-ə getdi D. Yəni Budaqova getdi geomorfologiya və landşafşünaslıq. Həccadəyə getdi bizdə iqtisadi coğrafiya. Sonra Şıxlinskiyə getdi iqlimşünaslıq. Qasımgülə getdi Xəzər dənizi və Salih Rüstəmova da getdi hidrologiya, yəni Azərbaycan çayları. 8-ci test tapşırığının cavabı oldu. Sonra 9-cu test tapşırığına baxaq. Burada bizə belə şəkillər verir. Bunların hansı sayılara aid olduqlarını bizdən istəyir. Ali fotoşəkilin çəkilməsi kartografiya elminə aid olacaq. Sonra torpaq temperaturunun ölçülməsi torpaq coğrafiyasına aid olacaq. Yəni torpaqşünaslıq elminə aid olacaq. Nivlər və ərazilər reformaların plan alınması üçün istifadə olunur. Yəni bu nə aid olduğunu bizə istifadə soruşur. Ərazinin relyefini öyrənməsi, ərazinin planlaşdırılması, meteoroloji stansiyada aid olacaq iqlimlər və iqlimşünaslıq sahəsində istifadə olunacaq. Ali fotoşəkillərin çəkilməsi bizdə aid oldu. Dedik ki, kartografiya aid oldu. Torpağın temperaturunun ölçülməsi torpaq coğrafiyasına. Nivlərdən istifadə dedik ki, ərazinin planlaşdırılması, relyefini öyrənməsi, meteoroloji stansiyada dedik ki, iqlimşünaslıqda istifadə olunan bir məntəqələrdir. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı unutmayın. Sağ olun, hələlik.